Herkese salam. Gəlin bugün sizinlə Bershka İspaniya saytından sifariş eləşdirək. Bershka münasib qiymətə dəbli geyimləri təklif edir. Gəlin sifariş qaydalarına birlikdə baxaq. Brauzerdə bershka.com yazıb sayta keçid edirik. Ölkəni İspaniya, dili isə ingilis dilinə dəyişirik. Bershka İspaniya saytından kişi, qadın və yeniyetmələr üçün geyimlər əldə edə bilərsiniz. Bugün sizi saytda keçirilən xüsusi indirimli aksiya ilə tanış etmək istəyərdim. Bunun üçün Combo Wins bölümünə keçid edirik və 2 geyim aldıqda 5%, 3 və daha çox geyim aldıqda isə 10% endirim alırıq. Endirim üçün heç bir promokoda ehtiyac yoxdur. Endirim səbətdə avtomatik tətbiq olunacaq. Almaq istədiyimiz bütün məhsulları səbətə atdıqdan sonra səbətə keçid edirik. Process Order düyməsinə basıb növbəti addıma keçirik. Bershka İspaniya saytında biz qeydiyyatdan keçmirik. Sifarişi qeydiyyatdan keçmədən yerləşdiririk. Bunun üçün Continue Without Registering seçirik. Çatdırılma üsulunu Standard Home Delivery seçirik. Sifarişi tamamlamaq üçün bizə İspaniya ünvanı lazım olacaq. Bunun üçün Expargo tətbiqini yükləyib qeydiyyatdan keçirik. Qeyd etmək istəyərdim ki, Expargo İspaniya sifarişlərini həftədə 2 dəfə Azərbaycana çatdırır. Qeydiyyatdan keçdikdən sonra hesabımıza daxil oluruq. Qeyd etmək istəyərdim ki, hesabımıza MyGov.id ilə daxil olduqda bağlamalarınız Expargo tərəfindən avtomatik bəyan olunacaq. Hesabımızda İspaniya ünvanını tapıb məlumatları kopyalayırıq. Məlumatları kopyalamaq çox asandır. Bunun üçün məlumatın sağındakı düyməyə basmaq kifayətdir. Məlumatları qeyd edəndə diqqətli olaq. Yalnız özünüzə məxsus Expargo kodu qeyd etmək lazımdır. Ünvanı qeyd etdikdən sonra biz ödənişə keçid edirik. Ödəniş üsulunu seçib kartın məlumatlarını qeyd edirik. Sifarişimizi bir daha yoxlayıb təsdiq edirik. Bağlamamız İspaniya anbarına çatdıqda Expargo bizə SMS bildiriş göndərir. Bundan sonra biz hesabımıza keçid edib fakturanı yükləməliyik. Fakturanı yükləyərkən invoice-un ümumi dəyərini, göndərici mağazanı qeyd edib məhsulun kateqoriyasını seçirik. Adətən bundan sonra biz həmin bağlamanı Smart Customs-da bəyan etməliyik. Lakin Expargo ilə buna ehtiyac yoxdur. Avtobəyan funksiyasını aktiv etdikdə Expargo Smart Customs bəyannaməsini bizim yerimizə edir.